Bakı, Xəzərin sahilində 2 milyondan çox insanın yaşadığı Qafqazın ən böyük şəhəri. Şəhər yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu məqsədlə hazırlanan yeni baş plan paytaxtın 2040-cı ilədək necə görünəcəyinin, nəfəs alacağının yol xəritəsidir. Bakının yeni baş planı təkcə memarlıq sənədi deyil, bu şəhərin gələcək kimliyidir. Bu planı növbəti 10 ildə paytaxtı daha dayanıqlı, yaşıl və çox mərkəzli şəhərə çevirməyi hədəfləyir. Bugün biz görürük ki, Bakı faktiki Azərbaycanın, Cənubi Qafqazın ən yaşıl şəhərlərdən biridir və yeni baş plana uyğun olaraq Bakı şəhərinin mərkəzi hissəsində yeni parklar salınacaq və biz bunu görürük ki, axır illər məsələn məşhur Gənclik metrosunun yanında antenna zonası vardı, orada park salındı. Faktiki bu günlərdə qərar qəbul olundu ki, Nizami küçəsindən Qış Balkının arasında da İslam səfərli faktiki indi orada da yaşıllıqlar olacaq, yeni parklar salınır və mən bir Bakı sakini kimi, bir memar kimi təbii ki, dəstəkləyirəm. Yeni baş plan Bakının 212 min hektarlıq ərazisini əhatə edir. Planın 4 əsas prioriteti var. Şəhərin dayanıqlı inkişafı, ekoloji regenerasiya, tarixi memarlıq irsin qorunması, yeni urban məzmun. Həm Xırdalan, həm Sumqayıt əraziləri də baş planı, yəni Bakının bir hissəsi olmasa, amma yəni onların da inkişafı birlikdə nəzərə tutulub. Çünki faktiki olaraq Bakıda yaşayan, çalışan bir sıra deməli böyük sayda sakinlər məhz yəni Xırdalanda və Sumqayıtda olurlar və yaşıllıq ərazilərini görürsünüz ki, yeni baş planla böyük deməli sayda yaşıllıq əraziləri nəzərə tutulub və xüsusən də görürsünüz ki, yəni bizim rekreasiya zonalarıyla məşhur olan rayonlarda ümumiyyətlə parkların salınması, yaşıllıq zonalarının yaradılması, o cümlədən də şəhərin daxilində də həm deməli göllərin regenerasiyası, həm Böyükşor gölü ətrafında, Loqvatan, Qu gölü, Qırmızı göl və digər göllər ətrafında da regenerasiya aparılaraq park zonalarının yaradılması nəzərdə tutulur. Yeni baş plan həm də yeni şəhər iqtisadiyyatını nəzərdə tutur. Texnologiya, turizm və təhsil mərkəzləri üzərində qurulan ağıllı şəhər yeni dövrün əsas şəhərsalma modeli statusunu daşıyacaq. Yeni baş planda Bakının tarixi hissəsinin sərhədləri var. Səhv etmirəmsə 500 hektara yaxın ərazidir. Və bu ərazidə binaların sıxlığı, hündürlüyü, nəqliyyat sxeminin daha yüngülləşməsi nəzərdə tutulub. Həqiqətən Bakının mərkəzi hissəsi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində inşa olunub. Birinci neft bumu tərəfəsində böyük əsərlər var. Bunlar saxlanılacaq. Bir sözlə, baş plan sosial dəyişim, ekoloji balans və şəhər mədəniyyətinin yenidən formalaşmasına hesablanıb.